Salam dostlar. Bugün Okinawa'nın en turistik yerlerinden birine, yani American Village'a gelmişəm. Gəlin sizə bu məkan barədə qısa bir məlumat verim. Mihama American Village Okinawa'nın Çitən ərazisində Sakit Okeanın sahilində yerləşir. Gördüyünüz kimi bura çox rəngarəng, həm Amerika, həm də Yapon ruhunu özündə əks elətdirən bir yerdir. Bu ərazi 2-ci Dünya müharibəsindən sonra ABŞ hərbi bazalarının yaxınlığında və onların təsiri ilə formalaşıb. Daha sonra isə yenidən qurularaq indiki əyləncə və alış-veriş zonasına çevrilib. Ona görə də burada gəzəndə bir xeyli ABŞ vibe hiss olunur. Məsələn, Okinawa'da küçələr dardır, lakin burada küçələr daha genişdir, arxitektura daha fərqlidir, binalar daha rənglidir. Burada demək olar ki, hər şey var. 200-ə yaxın kafe, restoran, desert yerləri, bir tərəfdə Amerika stili burger və steak məkanları, bir tərəfdə isə Yapon stili kafelər, restoranlar, suvenir və hədiyyə mağazaları. Buranın shopping tərəfi kifayət qədər zəngindir. Yəni burada bir çox şey tapmaq olar, lakin turistik yer olduğu üçün Okinawa'nın digər hissələrinə nisbətən daha bahadır. Xüsusilə də bəzi kafelərdə və butiklərdə qiymət fərqi bir xeyli hiss olunur. Bura mənim Okinawa'da ən çox sevdiyim yerlərdən biridir. Bunun başlıca səbəbi isə bu məkan mənim evimə cəmi 25 dəqiqəlik yerimə məsafəsindədir. Hava günəşli olanda qulaqçıqlarımı taxıram və gəzə-gəzə bura gəlirəm. Bura çatdıqdan sonra isə burada mənim balaca sevimli bir kofe shopum var. Oradan mən kofemi alıram və möhtəşəm okean mənzərəsini seyr edərək kofemi içirəm. Kofemi bitirdikdən sonra isə okean qırağında uzun, sakit və hüzurlu bir yürüyüş eləyirəm. Lakin bu yürüyüş həmişə o qədər də hüzurlu olmur. Çünki Amerika hərbi təyyarələri hər gün burada məşq eləyirlər və onlarda kifayət qədər səs-küylü olur. Təbii ki, bura gələn turistlər üçün bu da maraqlı bir şeydir, amma mən sevmirəm. Çünki mən burada gəzərkən sadəcə okeanın səsini eşitmək istəyirəm, nəinki Amerikanın hərbi təyyarələrini.